Salam aleykum. Bugünkü mövzumuz Muaviyyənin çirkin əməlləridir. Tarixçilər Sünni və Şiə mənbələrinin bir çoxunda Muaviyyənin siyasi hakimiyyət üçün gördüyü ağır çirkin işlər qeyd olunur. Bunlar Quran və Sünnəyə zidd amillər idi. Bunlardan birincisi İmam Əli əleyhissalama lənətin dövlət siyasəti olması idi. Muaviyyə hakimiyyətə gələndən sonra minbərlərdə İmam Əli əleyhissalama lənət oxumasını rəsmi dövlət qanunu elədi. Bu həm Nəsai, həm Səhih Müslim, həm də tarixi təbərdə qeyd olunubdur. Muaviyyənin ikinci çirkin əməli hakimiyyəti oğluna vermək üçün xilafəti kral sisteminə çevirməsi. Muaviyyə Yezidi zorla xalqa qəbul elətdirdi. Bu Peyğəmbərin xilafət 30 ildən sonra kralçılığa çevriləcək hədisi ilə üst-üstə düşür. Bu mənbələri Əbu Davud və Tirmizi öz kitablarında qeyd edib. Üçüncü çirkin əməli Malik Əşdəri zəhərləməsi idi. İmam Əli əleyhissalam ən sədaqətli sərkərdəsi olan Malik Əşdər Misrə vali təyin olunanda Muaviyyə onu zəhərlədi. Tarixçilər bunu öz mənbələrində açıq-aşkar qeyd edib. İbn Əbil Hədid və Tirmizi. Dördüncü çirkin əməli Əmmar ibn Yasiri öldürən ordunun tərkibində olması. Peyğəmbər sallallahu Əmmar haqqında demişdi: Əmmarı azğın dəstə öldürəcək. Səhih Buxari, Səhih Müslim.